İstismar dünyası qadınlar üçün yeni bir məzlumiyyəti hədiyyə gətirdi. Bu dəfə azadlıq adı altında qadına qarşı zülmlər elədilər. Onu İslam verən məqam və izzətdən, habelə mənəvi şərafətdən indirərək fəsada çəkdilər. Qərbdə, Avropa ölkələrində qadın kapitalın xidmətinə gətirildi. Qadından öz əmtəə və cinslərini satmaq və təbliğ etmək üçün gəlincik kimi, habelə bəzək və zinnət kimi işlədilən vasitələr düzəltdilər. Sonra qadınları mağaza və yarmarkalarda müştəri cəlb etmək üçün maniken, müqəvva kimi kapitalistlərin əl alətləri qərar verdilər. Yüz minlərlə qərb qadın və uşaqları fəhşa işlərinə, oğurluğa və narkomaniyaya çəkdilər. Yaxud onlardan şəhvət və ehtiraslarını söndürmək və fəhşa gecə əyləncələri, qumar, habelə pornoqrafik jurnalları və filmləri hazırlamaq üçün alət və dilək kimi istifadə etdilər. Nəticədə onları ruhi və cinsi xəstəliklərə, habelə narkomaniyaya mübtəla elədilər. Onlar qadın azadlığını məhz bu cür təsəvvür edirlər. Onlar qadınları restoranlarda qab yuyan, döşəmə yuyan və süpürən, carçı, müştəri çağıran, yemək-içmək məqamına can gətirib çıxartdılar. Həmçinin mağazalarda satıcı, idarələrdə makinaçı, xiyabanlarda gözətçi vəzifəsinəcən onları yüksəltdilər. Nəticədə talaq, boşanma qərb dünyasında o qədər genişlənib ki, hər il milyonlarla insan bir-birindən ayrılır. Buna görə də dünyanın bir çox yerlərində hər iki evlənəndən biri boşanır. Kommunist ölkələrində də ailəyə mənsub rabitələr burjuaziya quruluşunun nişanəsi və əlamətlərindən sayılır. Buna görə də onlar çalışıb səy elədilər ki, qadını kişinin əsarətindən azad etmək adı ilə ailənin isti və mehriban ocağını qadının əlindən alsınlar. Qadınları yoxsulluqlara, min cür məhrumiyyətlərə və tək yaşamağa çəkərək dövlət müəssisələrinin, zavod və fabriklərin əsarəti altına gətirdilər. Bütün bu məqsədlər üçün Sovetlər 38-ci ildə bir qanun çıxartdılar ki, bu da boşanmanı evlənməkdən asan elədi. Nəticədə boşanma evlənmə ilə müqayisədə 44%-ə çatdı. Sovet ölkəsində nəşr olunmuş son və axırıncı hesablamaya əsasən kommunist və xristizm yaşayan məntəqənin əksinə olaraq Rusiyanın müsəlmanlar yaşayan məntəqələrində İslam dininin təsiri nəticəsində ailənin əsilliyi və ailəyə mənsub rabitələrin və evlənmənin, habelə nəsil artımının səviyyəsinin yuxarı olması hadisələri hələ də öz yüksək səviyyəsində saxlamaq üzrə davam edir. Yuxarıda sayılan hadisələr nəzərə çarpacaq şəkildə artaraq Sovet dövlətini və rusları qorxuya, nigarançılığa saldı. Ona görə bunlar qorxuya düşdülər ki, əgər müsəlmanların artımı belə getsə, bu əsrin sonunda müsəlmanların sayı kommunistlərə və ruslara nisbət artıq olacaq. Ehtimal var ki, belə olan surətdə müsəlmanlar hökuməti ələ ala bilərlər. Xüsusən İran İslam inqilabı nəticəsində Sovetlərdə İslami hərəkatlar artmaq üzrədir. Hicabsızlıq qüdrətli və böyük dövlətlərin gücsüz və zəif müsəlman dövlətləri üçün qurduğu böyük bir tələdir. Ey Adəm övladları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi Adəm və Həvvanı cənnətdən qovdurduğu kimi şeytan sizi də aldadıb yoldan çıxartmasın. İstismarçı və şeytan dövlətlər qadını yalnız gözəlliyə, bəzəyə və zinətə məsrəf olunan bir vasitə kimi işlətdilər. Saxta və düzəltmə cəvahirət kimi örtüksüz, hicabsız və maneəsiz bir halda xiyabanda avara gəzib hərəkət edən hala gətirdilər. Bunlar oğlan və qızı ictimai mühitdən bir-birlərinə o qədər qarışdırdılar ki, nəticədə bunları heyvani və şəhvani azadlığa adət etdirərək qanuni evlənməyə və ailə qurmağa olan məhəbbətini aradan apardılar. Onlar, istismarçılar, işin həqiqi mənasında ailəyə aid olan birləşmə və peyvəndin kökünü sarsıtdılar. Bu qəlbin və fikrin sarsılmasına bais oldu. Qadın ev işlərini boşlayıb, idarələrin qapısını açdı ya da azad məşğuliyyətlərin ardınca yollandı. Hətta evdar olan qadınlar da məcbur oldular ki, öz təbii meyillərinin ziddinə olaraq hamiləliyin və uşaqlı olmağın qabağını alsınlar. Habelə özlərinin fitrətindəki ruha və hissə mənsub olan analıq hissiyatını və nəvazişini evdə it-pişik saxlayıb, onlara məhəbbəti ilə əvəz eləsinlər. Ev içində pişik, it saxlayan ailələr bu heyvanların yemək və içməklərinə küllü miqdarda pul xərcləməyə başladılar.
Bu xərclərin miqdarı o qədər çox və baş gicəlləndiricidir ki, Amerikanın Kənd Təsərrüfatı naziri deyir: "Əgər biz evlərimizdə bəsləyib saxladığımız it pişiyin yarısını boşlaya bilsək, o qədər ərzaq və yeyinti məhsulu əmələ gələr ki, bunlarla dünyanın bütün aclarının qarnını doyuzdurmaq olar." Qərb qadınlarının uşaqlı olan dəstəsi də səhərdən axşamacan iş dalınca getdiyinə görə, habelə öz ata və analardan ayrı yaşadıqlarına görə məcburdular ki, uşaqlarını sübhdən axşamacan uşaq bağçalarına qoysunlar. Bu uşaqlar da ata və ana məhəbbətindən uzaq halda böyüyərək hələ yetkinlik yaşına çatmamış, ana və ata məhəbbətinin çatışmamazlığı, qəm niskili ilə öz valideynlərini tərk edib, onlardan uzaq və ayrı yaşamağı üstün tuturlar. Qadının hicabı, yəni onun örtüyü, qərb və şərq tərəfindən tovlanmışların, qərb və şərqpərəstlərin bərabərində mübarizə səngəridir. Bunların bəziləri, qərb və şərqpərəstlər İslam qadınlarının hicab və örtüyünü rifah içində yaşayan, namus, qeyrət və həya çərçivəsinə sığmayan çoxlu qız və qadınların cinsi fəsadlığının müqabilində olanların hərəkatlarının ziddinə olan bir əməl kimi bilirlər. Bunlar təsəvvür edirlər ki, onlar kimi olmasınlar. Lakin özlərinin xəbəri olmadan onlara kömək eləmiş olurlar. Əslində hicabın fəlsəfəsi qadınları qəfəsə salmaq olmayıb. Onları şəhvət zindanından azad edərək uca bir insani məqama çatdırmaq mənasındadır. Hicab düşmənlərə kömək etmək mənasında deyildir. Bəlkə kəsici bir silah kimi düşmənin əleyhinə olan mübarizədə işlədilmək üçündür. Necə ki, İran və Əlcəzair qadınları öz hicablarına riayət etməklə çox kəskin və öldürücü zərbə indirdilər. Lakin əksinə hicabsızlıq imperializma kömək edir. Necə ki, Əlcəzair istismarçıları belə nəticəyə gəldi ki, əgər biz istəyiriksə, parça ilə hörülmüş Əlcəzair cəmiyyətinə hücum edək və onların müqavimət qabiliyyətini puç və məhv edək. Gərək əvvəlcə onların qadınlarına hücum edək. Lakin Əlcəzair qadınlarının hicabı bu istismarçıların müqabilində yalnız bir qala kimi dayanmışdır. Frances Fanon Əlcəzair inqilabını sosiologiya elmi nöqteyi nəzərindən ictimai elmi nəzəriyyədən bəhs edən və cəmiyyətin təbəqələri haqqında bir elm təhlil edərək mühüm bir fəsli Əlcəzairdə olan İslami hicabın işğalçı qüvvələr əleyhinə işlədilən böyük bir mübarizə növü olmasına həsr etmişdir. Sosioloqlar tövsiyə etmişdilər ki, əgər qadınları ələ keçirsək, bütün qalan şeylər onların ardınca gələcək. İstismarçı quruluş və sistemlər hicablı qadınları ələ almaq işinə böyük və küllü miqdarda məbləğlər xərcləyirdilər. Onlar əvvəlcə özlərini qadınların hüququnu müdafiə edən tanıtdırırlar. Sonra isə lətifələr, şüar və məsəllər düzəldərək hicablı qadınları və onları müdafiə edən imanlı kişiləri orta əsrin vəhşilik dövrünün qalıqları kimi qiymətləndirərək təhqir edirlər. Hələ o vaxt 1953-cü ildə Əlcəzair cəmiyyətini ram eləmək üçün işğalçılar hicabsız və fəsadkeş Əlcəzair qadınlarından öz mürtəci təbliğatları üçün istifadə edirdilər. Onlar Əlcəzairin namuslu kişilərini Avropalı iş buyuranların tapşırığı ilə məsxərəyə qoyub tənqid edirdilər. Məsələn, belə deyirdilər: "Ağa, sizin qadınınız çadralıdırmı? Nə üçün Avropa sayağı yaşamaq qərarına gəlmirsiniz? Nə üçün siz arvadınızı kinoya, bara və kafeyə aparmırsınız?" İşğalçı qüvvələr özlərini, ruhi və psixi fəaliyyətlərini yüksək və uca olan bir həddə qadınların hicabına aid olan bir məsələdə səfərbərliyə alıb bu istiqamətdə cəmləşdirirlər ki, bəlkə orada-burada onların öz dili ilə desək, bir qadına qurtuluş verməyə müvəffəq olarlar. Avropalılar bu qələbədən kamil şəkildə həyəcana gəldilər. Bu işdən çox nigaran idilər ki, nəyin bahasına olursa olsun, Əlcəzairli qadın əvvəlki vəziyyətinə qayıtmasın. Onu təzə bir məzhəbə dönmüş və iman gətirmiş adam kimi hər tərəfdən əhatə edərdilər. Hər bir müvəffəqiyyətdən sonra daha çox inanırdılar ki, hicabı soyundurandan sonra Əlcəzairli qadının möhkəm və alınmaz qalasına nüfuz etmək qərblilərin müsəlman cəmiyyətinə müsəllat olmaları üçün ən birinci, başlıca söykənəcək yer və istinad vasitəsidir.
Frantes Fanonun ifadəsi ilə desək, hər bir çadır ki başdan kənara atılır, qadının qadağan olunan yeri aram olmayan cəsur nəzər və baxışlara tuş gəlir. Bu zaman belə anlaşılır ki, Əlcəzair öz İslami varlığını inkar etməyə başlayıb və namusunun təhqir olmasını qəbul etmişdir. Hər bir çadır ki atılardı, güya cəmiyyət öz varlığını ərbabın məktəbinə təslim edərək bu qərara gəlirdi ki, Əlcəzair xalqı ram olub itaət edərək onun işğalının altında öz adət və qanunlarının dəyişdirilməsinə razıdır. Qadının hicabının soyundurulması o deməkdir ki, gözəlliklər aşkar olur, sirlər və gizli olan hissələr üryan qalır. Daha doğrusu, qadının özünü müdafiə müqaviməti sındırılır və gələcəkdə hər kim istəsə onu öz ixtiyarına ala bilir. Hicab isə əksinə bir boyaq, gözəllik dünyasını məxfi edərək sirlər və gizli xəlvəti nemətlərlə dolu olan bir dünya icad etmək deməkdir. Bir qadın ki, xarici ətrafı və başqalarını görür, lakin özü görünmür, bu iş sözün əsl mənasında istismarçıya bir sıra məhrumiyyətləri qəbul etdirmək deməkdir. Bəs nə üçün belədir? Ona görə ki, bu görmək bir tərəflidir. Müxalif və qarşı tərəf qadını görmür. Deməli, bir qadın ki, onu görmək mümkün deyil, həm də onu təslim etmək mümkün olmaz. Bir qadın ki, şəhvətli və həyasız nəzərlə qarşılaşmır, deməli, onu məftun edib süst eləmək mümkün olmaz. Onlar ki, qiyam etmişlər, elə şəhərin hicablı qadınları idilər. O kəslər ki, Avropalıların idarəçiliyini və onları sevən idilər, əbədi bu işə qarışmadılar. İndiki təcrübə nişan verir ki, qadınlar hər şeydən çox öz azadlığını İslam deyən libasda və geyimdə tapmışlar.